Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz. Mənim izləyicilərim, Elmir Əmlaş kanalının izləyiciləri bilir ki, mən çox vaxtı çalışdığım qədər deməyin ki, yol asfalt olur, yol yaxşı olur, yol yaxşı olur. Buyurun, keçin. Yol yaxşı olur, yolları çəkib təqdim edirsən. Xeyr, demək olar ki, Mərdəkanda, Şuvalanda bütün yollarımız hamısı superdir. Bu küçə o qədər mənə gözəl, xoşuma gəldi ki, evin yerləşmə yeri o qədər gözəldir ki, o qədər qəşəngdir ki, sizə deyim, mən hal-hazırda Şuvalanda Hacı Mövlan bağlarındayım. Buyur, öndən mənim müştərilərim keçsin həyətə. Biz hal-hazırda sizə bir mülk təqdim eləyəcəyik. Mülk. Bir daha söyləyirəm. Şuvalanda, Hacı Mövlan bağları deyil ha. Gülçülükdə, Şuvalan qala yolunda, ən prestijli bir ərazidə, çox bahalı torpaqlar yerləşən bir ərazidə, 12 sotun içərisində sizlərə 600 kvadrata yaxın tikilisi olan bir mülk təqdim eləyəcəyik. Onu da vurğulayıram, sizə bildirmək istəyirəm ki, əgər bu evi kimsə bəyənsə, kiminsə xoşuna gəlsə, desə ki, bu evi almaq istəyirəm, torpağı azdır, narahat olmayın. Bu evin arxasında əlavə olaraq 10 sotda torpaq var. Kimsə istəsə, o torpağı da bu evin həyətinə qoşub sizə təqdim edə bilər ev sahibi. Onu da deyim ki, amma o ayrı bir qiyməti olacaq. Yer haqqında, ümumi torpaq haqqında məlumat verdim. İndi hal-hazırda həyətdə, evdə nə yerləşirsə, keçirəm bir-bir onları sizlərə təqdim eləməyə. Küçəni gördünüz, maşın dayandığımız yeri gördünüz. Əlavə olaraq, avtomatik olaraq pultla təchiz olunmuş, darvazası olan, gör nə gözəl, nə qəşəng bir dənə qaraj. Qaraja 4 maşın yerləşər, 4 maşınlıq qaraj. Buradan qapının kənarında kiçik bir ayaq yolusudur. Bu tərəfdə ayaq yolusu var, bir də əl üzüyanı. Girişdən ümumi olaraq maşını saxladın, burada maşınlar dayandı. Hətta burada elə bir işlər görüblər ki, əlavə olaraq maşın çox olsa, əlbəttə ki, çöldə gördünüz, parking sahəsi çox genişdir və həyətdə də neçə dənə maşın hissəsiz yerləşdirmək mümkün olacaq. Mən sizdən çox xahiş edirəm, məni axıra kimi izləyin. Siz bilirsiniz ki, mən həyətin ümumi qapısından girirəm, düz axırıncı otağa qədər hər şeyi sizə təqdim eləyəcəm. Eləyəcəm də. Gəldim mən indi hal-hazırda həyətdə yerləşən yay-qış mətbəxinə. İsti döşəmə, gözəl bir dizayna malik olub. Bu yay-qış mətbəxi 2 hissəyə bölünür. Baxın, bu hissə oturub dincəlmək üçün, yeyib içmək üçün bir ərazidir. Hamısı cam balkonlar açılır, bağlanır. Üstü gözəl taxta apşıpqanla, taxtalarla dizayn olunub, təmir olunub. Çıl-çıraqlar çox möhtəşəmdir. Tam mərkəzdən hava keçimiz var. Sərin keçimiz var. Burada dolab var. Dolabın içərisində buranın kombisi yerləşir. Burada mətbəx mebeli yığılıb. Bura isə istirahət güşəsi kimi ayrılıb. Otur, burada televizoru var, hər bir şey. Burada otur, dincəl, söhbət elə. Bu nə oldu onda? Bura oldu onda söhbətgah. Hər cür olsa deyirəm, yəni ki, kim necə istəyir elə də qarşılasın. Baxın, görürsünüz, bu ayrı hissədir. Burada ayrı hissədir. 2 hissəyə bölünür. Gəl evin, gedək. Evin bütöv olaraq baş tərəfinə, hər tərəfinə fırlanaq. Onu da sizə bildirim. Hovuzumuz orada yerləşir. Bağlı hovuzdur. Hər yanı cam balkondur. Yay vaxtlarında, istənilən vaxtı bütün hər tərəfi açılıb, hava keçən bir hovuz olacaq. Amma qışda da istifadə üçün nəzərdə tutulub. Çox gözəldir, çox. Lanşaft hissəsi də gözəldir. Elvincə gedək buradan. Gəl, bütöv olaraq evi fırlanacam. Bütöv olaraq. 12 sot, 600 kvadrat, 8 otaqlı bu ev. Baxın, yaşıllıq. Yarı zirzəmisi var, 2 mərtəbədir. Yarı zirzəmisi niyə deyirəm? Çünki pəncərələri var. İşıq düşür. Bu yarı zirzəmidir. Tam zirzəmi deyil. İnşallah içəridən mən sizə göstərəcəm. Çöldən də giriş qapısı, çıxış qapısı var. Amma mən sizə onu içəridən göstərəcəm.
Torpaq da, ev də kupçalıdır. Kamera xəttləri hamısı çəkilib hazırdır. Mən dediyim kimi, baxın, həmən bu yarı zirzəmiyə buradan keçid qapısı var. Ora evin ümumi texniki otağıdır. Bu arxa hissəni də buranı bağlayıblar. Buradan da kim istəsə, necə istəsə o təyinat kimi istifadə eləyə bilər. Evin arxasında burada da sanitar qovşağı yerləşir. Həyət üçün nəzərdə tutma, arkada da bir dənə sanitar qovşağı var. Bunlar da hamısı yaşıllıqdır. Maşallah çox qəşəng, çox gözəl bir landşaftı var. Bu qapı həm qapı kimi, həm də pəncərə kimi istifadə olunur. Mətbəx otağına giriş-çıxış qapısıdır. Ev bütöv olaraq yerdən süpürgəli kimi, sokol kimi görürsə ağlay daşlarla və evin üzü bütöv olaraq kabançıq daşlarla təmir olunur. Əziz izləyicilərimiz, yenə deyirəm, bu bir mülkdür. Mülk, villa. Ehtiyat su anbarı var. Bura heç qarajdır, bu da ki hovuzdur. Hovuza evin içərisindən daxil olaraq Elvin, yoxsa buradan promu birbaşa evin içərisindən daxil olaraq oranı da sizlərə təqdim edərəm. Biz həyəti bütöv olaraq gəzdik, qaldı bizim evin daxili. Evin ümumi giriş qapısı tam mərkəzdəndir. Əlavə olaraq da həm o tərəfdən demişdim, mətbəx otağından o tərəfə çıxış var, həm də hovuzun içərisindən keçib bura çıxış, giriş qapısı var. İndi isə keçək evin daxilinə. Gəl Elvin, gəl keçək evin daxilinə. Evin birinci mərtəbəsindəyik biz. Birinci mərtəbəyə keçid eləyən kimi geniş bir dəhliz bizi qarşılayır. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Dəhlizdə yerləşən dolab. Sol tərəfdə geniş qonaq otağı. Geniş, gözəl bir qonaq otağıdır. İkinci mərtəbəyə qalxan pilləkəndir. Bir də yarı zirzəmiyə düşən pilləkəndir. Onları da sizə təqdim edəcəm. Ümumi sanitar qovşağı birinci mərtəbədə yerləşən. Burada bir otaq. Onu da deyim ki, bütün yataq otaqları hamısı parketdir. Döşəmə parketlə təmir olunur. Dədə-baba parketi ilə təmir olunur, özü keyfiyyətdir. O otağı kimsə istəsə özünə iş otağı kimi və yaxud da yataq otağı kimi edə bilər. Geniş, böyük bir mətbəx otağı var. Çox genişdir də, yəni çox böyükdür. Mətbəx mebeli yığılıb, sobalar qoyulub, düz soyuducuya qədər. Bir dənə üzr istəyirəm, baxmaq istəyirəm Elvin. Mən nəyə? Paltar yuyan maşın qoyulub, qoyulmayıb, onu bilmirəm. Məncə qoyulmayıb. O çamaşırxanada olacaq. Adadır tam mərkəzdə olan. Ada altı bütöv olaraq dolabdır. Burada oturmaq üçün həyətdən bayaq göstərmişdim. Hansı ki, evin arxa hissəsinə giriş-çıxış qapısı. Baxın, buradır. Keçək hovuza. Hovuz hissəsinə. Hovuzu təqdim edeyim, Elvin. Bax, bura hovuzdur. Hovuz yerləşir. Bir daha söyləyirəm. Həm bura, həm bu hissdə, həm bu hissdə, həm o hissdə. Hamısı açılır. Hamısı. İsti hovuzdur. Qışda da, yayda da istifadə eləmək olacaq, mümkündür. Bu hovuz olan hissədə, hovuz olan otaqda bundan başqa sanitar qovşağı da mövcuddur. Bu kombi aparatı hovuzundur. Yəni evin deyil. Söyləyim. Birinci mərtəbədən də təqdim elədim. İndi keçək birbaşa mətbəxdən, tam mərkəzdən keçək, yarı zirzəmini göstərim, sonra çıxarıq ikinci mərtəbəyə. Yarı zirzəmini gələcəkdə kim buranı alsa, oranı ancaq bilirsiniz, idman salonu eləyirsən. Burada həm yayda, həm qışda idman alətləri yerləşdirirsən bura. Burada istifadə edirsən. Oradan da bayaq çöldən göstərmişdim, hansı ki çölə giriş-çıxış qapısı var. Getdik ikinci mərtəbəyə. Elvin yarı zirzəmi də göstərdi, birinci mərtəbədə göstərdi, qalxaq ikinci mərtəbəyə. Pilləkənimiz monolit betonla inşa olunub, üz hissəsi isə taxtanın.
düzlənib, çox qəşəngdir, rahatdır. İkinci mərtəbəyə çıxmaq adamı yormur. İkinci mərtəbə. Qalxan kimi geniş belə bir dəhlizimiz var. Dəhlizimizdə burada dolablar yığılıb. Divarın içərisində pal-paltar asmaq üçün. Bütün internet, mərkəzləşdirmə internet falan hamısı buradadır. Batareya. İkinci mərtəbədə həm isti döşəmə, həm də batareyalardan təchiz olunur. Dəyərli izləyicilərimiz görürsünüz, baxın. Burada xəttlər də çəkilib, hətta. Hamısı bilinir. Bunlar hamısı düzələcək. Gəl gedək. Qalxdıq. Deyir, buradan yataq otaqlarını təqdim edeyim. 2 dənə yataq otağı buradadır. Bir yataq otağı buradır. Söhbətgaha, yayqış mətbəxinə və həyətə baxır. Bir daha söyləyirəm, döşəmə parketlə təmir olunub. Böyük bir ailənin yaşaya biləcəyi bir villadır, bir mülkdür. Qiyməti də söyleyeyim sizlərə, start olaraq qiymət 1.500.000 manatdır. Bu da ikinci yataq otağı, ikinci mərtəbədə olan. Üçüncü yataq otağı. Evin dam hissəsinə burada çıxış var. Buradan baxın, çıxış qoyulub. Dam hissəsinə çıxmaq mümkündür. Tam mərkəzdə yerləşən. Baxın, burada duş kabina, əl-üzüyan. Burada isə əl-üzüyan, unitas ayrı-ayrı. İndi isə keçirəm sizə evin daxilində yerləşən ən böyük yataq otağını təqdim edeyim. İşıqlı, gözəl, geniş bir yataq otağı. Niyə genişdir sizlərə deyəcəm. Bu yataq otağının daxilində sanitar qovşağı var. Ayrıca burada əl-üzüyan, burada unitaz yerləşir. Bu hissədə isə duş kabina. Hətta burada türk hamamı kimi düşünülüb, oturub, yuyunub, silmək üçün. Və bu otağın bir dənə geniş, gözəl, böyük bir qardırob otağı var. Bax, nə gözəldir. Çox qəşəng, zövqlü, təmirə malik olan bir qardırob otağı var. Əziz izləyicilərimiz, evi bütöv təqdim elədim. Nə var idisə sizlərə bildirdim, məlumat da verdim. Əlavə olaraq kimlərə nə məlumat olsa zəng vurun, telefon birbaşa mənim öz telefonumdur, mən götürəcəm. Məlumatlar da məndədir. Təşəkkür edirəm sizə, bizi izlədiyi üçün. Bizi izləməyə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.